La ilahe illallah kəlməsinin şərtləri nələrdir? Yəni, nə olmalıdır ki, bu la ilahe illallah kəlməsi insana fayda versin? Çünki bəzi insanlarda elə bir təsəvvür var ki, yəni bir insan la ilahe illallah dedi mi, heç bir şərtə, heç bir əsasa baxmadan deyilir ki, bu la ilahe illallah insana cənnətə aparan bir şeydir. Lakin biz bunu bugün ələ alacağıq ki, la ilahe illallah şərtsiz ola bilərmi? Yəni, necə ki, biz bilirik ki, şərt nədir? Şərt o şeydir ki, o olduğu zaman, yəni şərt tamamlandığı zaman əməl tamamlanır, şərt olmadığı zaman isə həmin əməl tamamlanmır. Məsələn, buna misal verəcək olsaq, namazı buna misal verə bilərik. Bir insan namaz qılır, lakin onun şərti olan niyyət namazın şərtidir. Həmin insan niyyət etmədiyi zaman insanın namazı batildir. Dəstəmaz namazın şərtidir. Dəstəmaz olmadığı zaman insanın namazı batildir. Yəni, insan o namazı sanki heç qılmamış kimi, yəni insana nə edilir? Müamilə edilir. Məsələn, bir insan həccə gedir. Həccin şərtləri var. O şərtlər yerinə gəlmədən edilən həcc demə həcc deyil. Və yaxud da bir insan oruç tutur. Lakin orucun şərtlərindən birisi nədir? Orucun şərtlərindən birisi oruca niyyət etməkdir. Və bu şərtlər olmadığı zaman insanın orucu nə deyil? Orucu, namazı, həcci batildir. İndi siz təsəvvür edin ki, oruc, namaz, zəkat, həcc bu ibadətlərin şərtləri var. Və bu ibadətlər şərtlər olmadığı zaman tamamlanmır. Necə ola bilər ki, bunlardan daha əzəmətli bir kəlmə, bunlardan daha mühüm olan bir kəlmə, la ilahe illallah kəlməsi mücərrəd bir tələffüzlə insana fayda verə bilər? Yəni, heç bir şəkildə onun ətrafında olan şərtlər olmadığı halda, şərtlər yerinə gəlmədiyi halda bu kəlmə mücərrəd olaraq bunu tələffüz etmək insana fayda verə bilərmi? Ondan daha aşağı olan şeylərdə belə biz bu şərtləri axtarırıq, bu şərtlərə baxırıq və bu şərtlər olmadığı zaman bu əməl keçərsizdir deyirik. Eləcə də la ilahe illallah şərtlərsiz, şərtləri tamamlanmadan deyilən la ilahe illallah insana fayda vermir və biz bu günləri həmin o şərtlərdən başlayacağıq. Hansılar ki, la ilahe illallah bunlarla gerçəkləşir. İrəliyə doğru da bu şərtlər tamamlandı. Bu şərtlər yerindədir. Bu la ilahe illallahı pozan şeylər nədir? Necə ki, biz namazı tamamladıq şərtləri ilə, amma namazı pozan şeylər var. Necə ki, orucu tamamladıq şərtləri ilə, lakin bunu pozan şeylər var. Həcci tamamladıq, lakin bunu pozan şeylər var. Şərtlərini bildikdən sonra bu nə ilə tamamlanır, nə ilə ortaya çıxır bunu bildikdən sonra onu pozacaq şeylər var. Eləcə də la ilahe illallahın şərtləri tamamlandıqdan sonra bir insan la ilahe illallah dedi. Şərtləri tamamlandı və lakin bunu pozacaq şeylər var. Yəni, bu qapıdan la ilahe illallahla insan İslam'a girir, lakin bu qapının bir də çıxış qapısı var. İrəliyə doğru da insan nə etdiyi təqdirdə İslam millətindən xaric olur. Bunlardan danışacaq ki, bu kəlməni la ilahe illallahı pozan şeylər nələrdir? İnsanlar bunu da bilmir.